Yenə videolarım çox uzun oldu. Ola bilər sona qədər dinləyə bilməzsiniz. Yəni mənim məqsədim demək istədiyim odur ki, Qurban bayramıdır, Ramazan bayramıdır. Bu mübarək bayramlar paylaşmaqdır, insanların ehtiyaclarına kömək eləməkdir. Bir insana 10 nəfər yardım aparır, başqaları səsini eşidirə bilməyən insanlar da qalır kənarda. Yəni onlar da artıq həqiqətən bizi kimi insanlar başa düşür ki, insanlar artıq yardım eləmək istəmir. Çünki insanlar yardım edən insanlar İraq yaxşılarından reklam xatirinə yardım edir. Baxır ki, bir nəfərə 5 nəfər getdi, yardım elədi, reytinq aldı, reklam ala bildi. Bu birisilər də gedir ona yardım eləyir ki, ondan yenə də reklam qazana bilsin. Yəni Allah rizası üçün artıq çox az insanlar yardım eləyir. Çoxsu reklam xatirinə, tanınmaq xatirinə, reytinq xatirinə yardım eləyirlər insanlar bir-birinə. Xahiş edirəm, bir dəfəlik də olsa Allah xatirinə nəsə eləyin. Çünki biz Allaha cavab verəcəyik. Nə o qazandığımız maşın, ev, reytinq, reklam, pul, şöhrət, heç biri bizlə axirətə getməyəcək. Və heç biri bizi cəhənnəm odundan xilas eləyə bilməyəcək. Çox sağ olun. Allah razı olsun.